Peyğəmbər Əkrəm buyurur ki, namaz qılan öz ibarəmizdən, yəni dindar camiyənin əlindən hasil olan müsibət, yəni günah, fəsad, günahkarın əlindən sadir olan, hasil olan fəsaddan çox təhlükəlidir. Böyle bir, üzr istəyirəm, içki içənlə bir şey görəndə deyirsən ki, elə onun işi odur. Ama bir namaz kılanı görəndə dəhşətə gələrsən, parmağını dişləyərsən, ha, filan namaz kılandır, filan həcə gedəndir, filan ibadət edəndir, filan hicab giyəndir, filan niqab giyəndir. Başlayırlar bu cür insanlar düşünməyə və nəticə etibarı ilə insanlara mənfi təsir insanların. Baxın, nə qədər Azərbaycanda bilmirəm, ümumilikdə cəmi səhv eləmirəm ki, dini, yəni inancların sayı 8% olmalıdır, səhv eləmirəm. İndi bilmirəm, biraz oyan buyan ola bilər. Bunun 100%-dən 8%, 92% insanlar belə deyək də öz aləmindədirlər. Bunun kafiri var, xristiyanı var, nə bilim, yəhudisi var, müsəlmanı var, ibadət etməyəni var. Baxın, nə qədər günahlar, 92% günah çox edəcək cəmiyyətdə, yoxsa 8%. Amma baxın, 92%-in gözü də gəlib o 8%-ə baxır. Birindən bir xəta, bir səhv çıxdıqda hamı ondan danışır. Filan hicablıdır, bu işi gördük. Görürsünüz, o qədər hicablılar, hicabsızlar iş görür. Heç ondan heç kim danışmır. Filan namaz qılandır. Məsələn, filan işi gördü. Ondan, amma o qədər namaz qılmayan, məsələn deyirəm ha. Cahil kimi ömür keçirdən, haram xanalarda ömür keçirdən insanlardan heç kim danışmır. Baxın, Peyğəmbər Əkrəm onu dedi ki, dindar camiyədən hasil olan müsibət, Həzrəti Peyğəmbər Əkrəm buyurur ki, qeyri dindardan hasil olan müsibətdən dəhşətlidir.